Alqoritm icrasından sonra y 16 qiyməti alarsa, a-nın ilkin qiymətini müəyyən edin. Baxaq. Və y bərabərdir 16. 16 deməli nəyə bərabərdir? A, B-yə. Yazaq. 16 bərabərdir A plus B. İndi buradakı A-nı biz baxın buradan alırıq. Deməli, onun yerinə bu ifadəni yaza bilərəm. A-nın yerinə həmin ifadəni yazdıqda alınır. A vur 2 böl 3 üstə gəl B. B isə baxın buradan gəlir. Yəni bu ifadəni yerinə qoya bilərik. B-nin də yerinə həmin ifadəni qoysaq alınır. A plus B böl 2. Daha sonra B-nin yerinə bir dənə də baxın bu yuxarıdakı ifadəni yerləşdirsək artıq B-nin qiyməti bizdə olur 12 və burada da 2-yə bölürük deyə birbaşa bura 6 yazacağım. Deməli 16 baxın bu ifadəyə bərabərdir. 16 bərabərdir A vur 2 böl 3 üstə gəlinsin A üstə gəl 6. İndi onda deməli nə edərik? Sadə bir tənlik ilə 6-nı birbaşa o tərəfə keçirsək alınır. A vur 2 böl 3 üstə gəl A bərabərdir 10. Bunu kəsr kimi yazsaq yazarıq 3-də A vur 2 üstə gəlinsin 3-də 3 vur A bərabərdir 10-a. Bunları ortaq məxrəclə gətirdikdə artıq olur. 5A böl 3 bərabərdir 30-a. 5A bərabərdir 5A bərabərdir 30-a. A da bərabərdir 6-ya. Deməli, yekun nəticəmiz 6 olur.